Hacı özü bir dəfə xutbələrinin birində bu haqda danışıb. Hacı deyirdi, bəzən Allah dostları Allahla xəlvət bir münasibət yaradırlar və qəlblər isə məhz Allahın əlindədir. Qəlbə nəyisə əmr etmək qeyri-mümkündür. Qəlbləri idarə edən Allahdır və Allah dostları da bəzən xəlvət, yəni məhrəm bir münasibət yaradırlar Allahla və Allah da məhz o dostlarının sevgisini digər insanların qəlbində yerləşdirir və insanlar özləri də bilmədən o Allah dostlarını sevirlər. Bundan əlavə Hacı özü insanları sevirdi ilk öncə. Mən dəfələrlə bu haqda danışmışam. İnsanları şərtsiz sevirdi, və insan olduqlarına görə sevirdi. Ümumiyyətlə, Allahı sevən hər bir şəxs Allahın yaratdığı hər bir varlığı, hər bir şeyi sevir. Odur ki, düşünürəm elə bu iki səbəbdən idi ki, insanlar Hacını bu qədər sevirdilər.